Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə rus sayağı şurba salatı hazırlamaq istəyirik. Deməli, bunun üçün marinə olunmuş az duzlu siyənək balığından istifadə edirik. Əgər baxmısınızsa, siyənək balığının duzlanmasını sizinlə paylaşmışıq. Bir həftə qabaq duzladıq onu, marinəyə qoyduq. İndi həmin balıqdan istifadə edəcəyik. Maraqlananlar üçün videonun açıqlama hissəsinə həmin videonun linkini qoyacağım, baxa bilərsiniz. Bundan əlavə bizə kartof, yumurta, kök, çuğundur, soğan, bu ağ soğandan, ağbaş soğandan da eləyə bilərsiniz. Amma biz qırmızı soğandan istifadə edəcəyik. Çünki qırmızı soğan çox acı olur. Soğanı marinə etmək üçün sirkə, qaynar su, duz, istiot və bir də xama mayonez qarışığı. Daha çox xama götürürük, biraz da mayonez götürürük. Yəni də sizin zövqünüzdən asılıdır. İstəsəniz təmiz mayonezlə də eləyə bilərsiniz. Hər ikisini qarışdırmışıq, istəmədik çox vaxtınızı alaq və qanadi torbasına töküb hazır qoymuşuq. Bunlar bizə lazım olan ərzaqlar. Birinci soğanı narin qupquru doğrayıb marinə etməliyik. Qabın içərisinə tökürük dərin. Üzərinə qaynar su çıxana qədər və biraz da 2 xörək qaşığı da 4-5% üzüm sirkəsi töküb bir kənara qoyuruq ki, marinə olsun, gözlədirik. Sonra balığımızı doğrayırıq. Balığı da gördüyünüz kimi bu şəkildə doğradıq xırda-xırda. Nəticə ilə maraqlananlar üçün baxın, nəticə belədir. Həm dadlıdır, həm də ki, görünüşü də gözəldir. İndi salatımızı düzəldə bilərik. Bunun üçün birinci düzəldəcəyimiz qabın içərisinə biraz mayonez sıxırıq. Daha doğrusu mayonez smetan, yəni xama qarışığı. Üzərindən kartofu süzgəcdən keçirdirik. Götürdüyümüz ərzaqları 2 bərabər hissəyə bölürük. Kartofun yarısını süzgəcdən keçirdik. Üzərindən balığın yarısını tökürük. Balığı biz bu qədər elədik. Siz bunu azalda da bilərsiniz. Baxır sizin balığınızın duzluluğuna. Bizim balığımız az duzludur. Ona görə biraz çox əlavə eləyirik. Siz bunu artıra da bilərsiniz. Bu sizin zövqünüzdən asılıdır. Biz bu qədər elədik. Biraz bu şəkildə tökürük. Balığı da 2 yerə bölürük. Balığın da üzərindən marinə etdiyimiz soğanı tökürük. Soğanın suyunu süzmüşük, yaxşı-yaxşı sıxmışıq. İndi üzərindən tökürük. Soğanın da yarı hissəsini tökdük. İndi üzərindən kökü süzgəcdən keçirdirik. Həmçinin kökün də, götürdüyümüz kökün də yarısını keçirdəcəyik. Yəni bir sözlə bütün 2 qat eləyəcəyik salatı və bütün ərzaqları 2 bərabər hissəyə bölürük. Kökün üzərindən birazcıq duz və qara istiot tökürük. Bu zövqə görədir. Qara istiot salatlara yaraşır, onu da deyim. Üzərindən mayonez sıxırıq.
Üzərindən yumurtanı sürgəcdən keçirdirik. Yumurtanın üzərindən də cüzi, azacıq duz və qara üstüyot vururuq. Üzərindən yenə də mayonez sıxırıq və üzərindən çuğundur süzgəcdən keçirdirik. Və üzərində yenə də ikinci qatı başlayırıq. Yenə də alt qatda birinci qata tökdüyümüz kimi kartofu süzgəcdən keçirdirik. Və bu qatları təkrarlayırıq. Hər tərəfini gördüyünüz kimi çuğundurla örtdük. Yenə də üzərinə mayonez çəkirik. Bu dəfə mayonezi hər tərəfindən çəkirik. Yəni çəkirik ki, üzərini tam örtsün. Və hər tərəfinə yayırıq. Hər tərəfinə mayonezlədik və xama qarışığından çəkdik. İndi üzərinə demək olar ki, salatımız artıq hazırdır. Bu formada da sürəyə verə bilərsiniz. Amma biz istəyirik ki, üzərini bəzəyək. Bunun üçün istədiyiniz kimi bəzəyə bilərsiniz. Biz bu formada əvvəlcə bir bıçaqla üzərində işarə eləyirik. Və həmin hissələrə doğranmış şüyüd və narın hırdanmış və yaxud da üyüdülmüş qoz tökəcəyik. Biz o biri Azərbaycan sayağı şuba salatında qozu arasına da tökürük, amma bunda arasına tökmədik. Çünki bu salatda arasında yoxdur qoz. Üzərini bəzəmək üçün qozdan istifadə edirik. Bir diliminə doğranmış şüyüd tökdük. İndi yanındakı dilimə də qoz tökürük. Yəni bu qaydada davam edəcəyik. Bir dilim qoz, bir dilim şüyüd. Bütün üzərini bəzəyik. Gördüyünüz kimi salatımızı bu formada bəzədik. Siz də öz fantaziyanıza uyğun müxtəlif cürə bəzəyə bilərsiniz. İndi kəsib içərisini sizə göstərmək istəyirik. İçərisi də gördüyünüz kimi bu şəkildə olur. Dadlı salatdır. Balığı sevirsinizsə bəyənəcəksiniz. Yəqin ki, çoxlarınız bunun dadını bilirsiniz. Bu qədər. Bu da bizim hazırladığımız Rus sayağı şuba salatı idi. Əgər bu videonu bəyəndinizsə kanalımıza abunə olmağı, bu videonu like etməyi də unutmayın. Siz də hazırlayın, şirin-şirin yeyin. Süfrələriniz bol ruzlu, bərəkətli olsun, nuş olsun.